Sizi. Suriyada biz Hələbdə artıq bəzi qüvvələrin çıxarıldığının xəbərini aldıq. Görünən odur ki, Əl-Şara bəzi qəti tədbirlərə keçib, artıq SDF qüvvələri oradan çıxarılıb. Eyni zamanda IŞİD-ə qarşı Amerika Birləşmiş Ştatlarının əməliyyatını əvvəlcə də biz Britaniya, Fransa tərəfindən müəyyən əməliyyatların xəbərlərini təqdim etmişdik. Bütün bunlar nəyi göstərir? Suriyada hal-hazırda nə baş verir? Suriyada təbii ki, burada əsasən Suriyanın şimal-şərqində uzun müddətdir ki, Kürd qruplaşmaları var. Onlar orada muxtariyyət tələb etməyə çalışırlar. Suriya Demokratik Qüvvələri adında hərbi birlikləri olsa da onlar terror fəaliyyəti ilə məşğullar. Təəssüf ki, Amerika Birləşmiş Ştatları da uzun müddətdir ki, onlara hərbi lojistik dəstək verib. Bu da Türkiyənin suverenliyini, təhlükəsizliyini təhdid edən əsas faktordan biridir. Baxmayaraq ki, burada Dəməşqdə Suriya Demokratik Qüvvələri, YPG silahlı qruplarının rəhbərlərinə Məzlum Abdi və Suriyanın prezidenti arasında aparılan danışıqlar bir müddətdir ki, davam etməsinə baxmayaraq ciddi nəticə vermədi və Hələbdə bilirsiniz ki, böyük bir hərbi qarşıdurma həyata keçirildi. Suriya qüvvələri demək olar ki, onları Hələbin müəyyən ərazilərindən çıxartdı Kürd qüvvələrini. Və rəsmi Dəməşqin əsas tələbi ondan ibarətdir ki, bu qüvvələr Suriya ordusuna inteqrasiya olunmalıdır. Türkiyə də burada əsaslı mövqeyə malikdir. Amma göründüyü kimi Amerika Birləşmiş Ştatları, İsrail isə məhz neftlə və təbii ehtiyatlarla zəngin olan, indi Kürdlərin nəzarət etdiyi ərazilərdə, bu ərazilərdə Suriyanın bölünməsi və yaxud federallaşması, Kürd muxtariyyətinin yaradılmasını istəyirlər. Amma Türkiyə qəti şəkildə bunun əleyhinədir. Həmçinin Suriyada bu günlər Türkiyədə öz hərbi qüvvələri ilə Şimali Suriyadadır və onlar da məhz Kürd silahlı terrorçularına qarşı, YPG-yə qarşı hərbi əməliyyatlar aparmaq iqtidarındadırlar, gözləmə mövqeyindədirlər. İndi burada IŞİD meydana çıxıb Palmira istiqamətində. Mən düşünürəm ki, sadəcə olaraq IŞİD bir bəhanədir. Burada Amerika Birləşmiş Ştatları və İsrail göstərmək istəyir ki, Kürd silahlı qrupları qalmalıdır və onlar IŞİD-lə qarşı mübarizə aparan qüvvələrdir. Uzun müddətdir ki, məhz Amerika və İsrail Suriya silahlı qruplarını, Kürd qruplarını məhz IŞİD adı ilə silahlandırır və onlar da bu günləri Suriya təhlükəsizliyini, suverenliyini təhdid edir, muxtariyyət tələb edirlər. Türkiyənin də təhlükəsizliyini təhdid edirlər. Yəni, Suriyada fundamental problemlər var və burada Amerika Birləşmiş Ştatlar, Türkiyə və İsrail bunların göründüyü kimi maraqları bu sahədə toqquşur. Xüsusilə ABŞ-İsrail tandemindən Türkiyənin maraqları burada toqquşur. Türkiyə qəti surətdə istəmir ki, Suriyanın şimal-şərq əraziləri orada muxtariyyət yaradılsın. Amerika və İsrail amma istəyir. Proses bu qədər qəlizdir. Amma göründüyü kimi həm Suriyanın silahlı qüvvələri, həmçinin Türkiyənin prinsipial siyasi iradəsi nəticəsində... Amma bir məqamı qeyd edək ki, mən az öncə qeyd etdim ki, artıq həmin o Kürdlərin rəhbərliyi etdiyi Suriya Demokratik Qüvvələri Hələbdən çıxarılır. Təbii ki, çıxarılır. Və bunu Suriya hökumətinin, Suriya ordusunun bir addımı, mühüm bir addımı kimi qiymətləndirmək olar. Amma digər tərəfdən tamamilə bu qüvvələrdən Suriya azad olunub demək mümkün deyil. Bəzi ərazilərdə hələ də əməliyyatlar həyata keçiriləcək və artıq Suriyadan açıqlamalar gəlir. Rəsmi açıqlamalarda qeyd olunur ki, Amerika Birləşmiş Ştatları, Türkiyə və Suriya növbəti mərhələdə birgə addım həyata keçirəcəklər. Çünki onlara müəyyən bir vaxt da verilir. Halbuki əvvəlki vədlərini yerinə yetirmədilər, silahları təhvil vermədilər, Suriya qüvvələrinə qoşulmadılar. İndi növbəti bir vaxt verilib olaraq ki, həmin vaxta kimi, fevralda növbəti əməliyyat həyata keçirilə bilər. Həmin vaxt başa çatdıqdan sonra Amerika Birləşmiş Ştatları, Türkiyə və Suriya qüvvələri birgə onlara qarşı əməliyyat həyata keçirəcəklər. Bunu Suriya qüvvələri, həmin o Kürd qüvvələri necə qarşılayacaq? Bu dəfə artıq Hələbdən çıxarılmadan sonra onlar öz dərslərini alacaqlarmı və
belə desək, bu çağırışa necə cavab verilə bilər? Mən düşünürəm ki, artıq həmin dərs salıblar. Hətta həmin Kürd silahlı qruplaşmanın rəhbəri Məzlum Abdi Hələbdən çıxarılanda İsrail də ittiham etdi və qeyd etdi ki, İsrail bizə ciddi şəkildə kömək etmədi. Yəni, proseslərin arxasında İsrail də var. Artıq Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri, həmçinin Suriya üzrə xüsusi nümayəndəsi Amerika prezidentinin Barak Suriyadadır, məhz Kürd məsələsi ilə bağlı, Kürd silahlı qruplarının Suriya ordusuna inteqrasiya məsələsi ilə bağlı danışıqlar apardılar və Suriya silahlı qüvvələrinin şimal-şərq istiqamətində hərbi əməliyyatların aparılmasının qarşısını almağa çalışır. Çünki bu, Amerika Birləşmiş Ştatlarının da Suriya siyasətinin, xüsusilə Kürd siyasətinin təhdididir. Amerika Birləşmiş Ştatları çalışır ki, Suriyada bu proses danışıqlar yolu ilə həyata keçirilsin, atəşkəs qüvvədə qalsın. Mən düşünürəm ki, ABŞ prezidentinin xüsusi nümayəndəsinin Dəməşqdə keçirdiyi bu görüşlər həmçinin Türkiyənin də burada mesajlarını çatdırır və düşünürəm ki, artıq Kürd silahlı qrupları ya inteqrasiya olunacaq və yaxud silahı yerə qoyacaqlar. Çünki Türkiyə də burada qərarlıdır. Amerika prezidenti xüsusi nümayəndəsi təkcə burada Suriya prezidenti ilə görüşməyəcək. Təbii ki, Kürd silahlı qrupların rəhbərləri ilə də görüşəcək. Yəni, artıq Suriyada gərgin proseslər arxada qalmalıdır. Türkiyə də bunu tələb edir. Mən düşünürəm ki, fevrala kimi bunlar Suriya ordusuna inteqrasiya olacaqlar. Amma yenə də şimal-şərq ərazilərində müəyyən nəzarəti əldə saxlayacaqlar. Briqada çərçivəsində müəyyən silahlar, müəyyən silahlı qruplar, Kürd rəhbərlərindən idarə olunacaq bu briqadalar. Prinsipcə Türkiyə buna narazı da olsa, amma çıxış yolu kimi bu planla da razılaşır. Mən düşünürəm ki, artıq onlar Hələbdə böyük bir zərbə aldılar. Bundan sonra Suriyada müəyyən bir stabil mərhələnin başlanmasına keçid kimi deyə bilərik. Çünki Türkiyənin burada qətiyyəti var. Türkiyədə öz silahlı qüvvələrini Hələb istiqamətinə göndərir. Türkiyənin burada əgər prinsipiallığı, qətiyyəti olmasaydı, təbii ki, Amerika Birləşmiş Ştatları və Kürd qrupları təbii ki, Suriya hökumətinə müəyyən təzyiqlər edib, Hələb istiqamətində, şimal-şərq istiqamətdə muxtariyyəti əldə edə bilərdilər. Bütün bu planların məhz pozan Türkiyə tərəfidir. Çünki Türkiyə rəsmiləri də daimi qeyd edir ki, Suriyanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyidir. Bu günləri Suriyada rejimin dəyişməsində, Suriya silahlı qüvvələrin komitləşdirilməsində, Suriya ərazi bütövlüyünün qorunmasında məhz Türkiyə amili xüsusi rol oynayır. Türkiyə bu günlər olmasaydı, Suriya bir neçə vilayətlərə bölünə bilərdi. Suriyanın cənubunda İsrail Druzlara bir muxtariyyət tələb edəcəkdir. Həmçinin Suriyanın Aralıq dənizi istiqamətində Ələvilər yaşayan hissəsində Rusiya, həmçinin İran proksi qüvvələri ilə orada bir Ələvi muxtariyyəti, şimal-şərq istiqamətində də Kürd muxtariyyəti. Yəni, göründüyü kimi Suriya bölünəcəkdir. Bu günləri Suriya unitarlığının vahid şəkildə qalmasında məhz Türkiyənin amili xüsusi rol oynayır və burada təbii ki... Bu aydındır, amma maraqlı cəhət ondan ibarətdir ki, indi əsas diqqətlər yönəlib Venezueladakı hadisələr, Rusiya, Ukraynada cəbhədə baş verənlər, elə danışıqlar masasında baş verənlər və digər tərəfdən də biz İrandakı etirazları müşahidə edirik. İşidə qarşı əməliyyatlar niyə məhz bu dönəmə təsadüf etdi? Çünki artıq Suriyada bu qəti addımlara bir neçə müddət əvvəl də gedə bilərdi. Amma niyə məhz indiyə təsadüf edir bunlar? Bilirsiniz, təbii ki, beynəlxalq müstəvidə gərgin geosiyasi proseslər gedir. Qeyd etdiniz, Venezuelada, Ukraynada, İran ətrafda, birdən-birə IŞİD-in də meydana çıxması Suriyada. Təbii ki, yaxın şərqdə Amerika Birləşmiş Ştatları öz geosiyasi mövqeyini gücləndirmək, uzun müddət onun proksi qüvvəsi olan Suriya Demokratik Qüvvələri adı altında YPG Kürd terrorçularını ayaqda saxlamaq üçün məhz bu IŞİD amilinə istifadə etməkdədir. Çünki YPG-nin hazırki mərhələdə tamamilə silahsızlaşdırılması və tamamilə meydandan çəkilməsi bu Amerika Birləşmiş Ştatlarının geosiyasi maraqlarına cavab vermir. Türkiyə ilə nə qədər bu strateji müttəfiq olsalar da uzun illər məhz Amerika Birləşmiş Ştatları IŞİD amilinə, məhz YPG
amilindən Türkiyəyə qarşı istifadə edib, Türkiyənin Suriyada tamamilə güclənməsi, yaxın şərqdə söz sahibi olması, İsrailə qarşı Türkiyənin əsas geosiyasi güc kimi çıxmasının məhz Amerika Birləşmiş Ştatları bir növ buna əngəl olur. Məhz IŞİD amilində zaman-zaman bunlar idarə edirlər. Heyət-i Təhrir əl-Şam silahlı qruplaşması kimi idi. Bunlar da IŞİD-in bir üzvü idi Suriyada. Bunlar növbəti mərhələdə siyasi danışıqlarda ayrıldılar və Əhməd Şaranın dəstək qüvvəsi Heyət-i Təhrir Şam hakimiyyətə gəldi. Həmin IŞİD silahlı qrupları müəyyən qədər səhrada qaldı. Həmin səhrada qalan qüvvələr də uzun müddət ilə Amerika Birləşmiş Ştatları ilə də bunlar əməkdaşlıq ediblər Bəşər Əsəd rejiminə qarşı. İndi bunları görünür YPG ilə IŞİD arasında həmin səhrada qalan silahlı qruplar var ki, onlar orta məxrəcə gəlmirlər danışıqlardan. Amerika Birləşmiş Ştatları yenə də bəhanə gətirərək bu IŞİD qruplaşmasına qarşı hərbi əməliyyatlar keçirir. Yəni Suriyada bir növ hakimiyyətdə olan və səhrada olan bu silahlı qruplaşmalar eyni mahiyyətdirlər, eyni siyasi xəttə xidmət edirlər. Sadəcə burada mütəddilər, islahatçılar və radikal qrup var. Amerika Birləşmiş Ştatları da göstərmək istəyir ki, yenə də IŞİD-ə qarşı mübarizə aparır, regionda qalmalıdır, Kürt qruplaşmaları məhv edilməməlidir. Təbii ki, Amerika Birləşmiş Ştatları böyük dövlətdir, fövqəli dövlətdir. Bu, Avropada da Ukrayna müharibəsinə bir növ qarışmalıdır. Venezuela hadisələri, İrana qarşı hərbi plan da masadadır və Suriya siyasətində də təbii ki, çəkilə bilməz. Çünki Suriyada Rusiyanın da maraqları var. İndi İranın başı öz daxili işlərinə qarışıb, Suriyada aktiv şəkildə, Rusiya da Suriyada aktiv şəkildə öz mövqeyini qorumağa çalışır. Bu günləri Suriyanın cənubunda Druzların yaşadığı ərazilərdə Rusiyanın patrol çəkməsi, orada təhlükəsizlik təmin etməsi də müəyyən danışıqlar prosesində razılaşdırıb. Bu da Amerika Birləşmiş Ştatlarının da geosiyasi maraqlarına cavab vermir. Amma mən düşünürəm ki, Suriyada baş verən proseslər məhz Türkiyənin rolu ilə fevral ayından sonra daha da stabil səviyyədə orada təhlükəsinin təmin olunmasına, Kürd muxtariyyətinin yaradılmamasına da gətirib çıxaracaq. Təşəkkürlər Məhəmməd bəy. Məhəmməd Əsədullazadə ilə biz Suriyadakı vəziyyəti müzakirə etdik. Təbii ki, yaxın şərqdə digər hadisələr də baş verir. Növbəti gündəmdə isə həmin hadisələrə də toxunmağa çalışacağıq. Hələlik isə burada yekunlaşdırırıq. Hadisələrin inkişafına Air 24-dən izləməyə davam edin.